Herkese salam. Bugün Beynəlxalq Kimya Olimpiadası hazırlıq suallarının 18-ci məsələsi ilə qarşınızdayım. E, Məsələmiz biyokimya mövzusuyla bağlıdır. Gəlin vaxt itirmədən sual keçək. Sualı deyir ki, Özbəkistanda insanlar həm ləzzətli, həm də yüksək qidalı olan yeməkləri çox qiymətləndirirlər. Düyü Özbək mətbəxinin əsas inqridiyentlərindən biridir və plov və masa və kimi bir çox ənənəvi xörəklərin əsasını təşkil edir. Bişmiş düyü kütləsi təxminən 29% karbohidratdan ibarətdir və bu karbohidratlar əsasən alfa-1,4 qlikoz cavabları ilə bağlanmış, alfa-D qlikoza vahidlərindən təşkil olunmuş bir polisaxarid olan alfa-aminoz şəklindədir. Karbohidratlar insan üçün əsas enerji mənbəyidir və təbiətdə müxtəlif formalarda mövcuddur. Birinci bənddə soruşur ki, D qlikozanın ən sabit çer konformasiyasını çəkin e, və alfa-aminozanın təkrarlanan vahidinin strukturunu Haworth proyeksiyasına çəkin. Əvvəlcə D qlikozanın e, ən sabit çer konformasiyasını çəkmək üçün biz bilməliyik ki, karbohidratlar əsasən Fischer quruluşunda göstərilir. Və burada əgər bəzi təməl karbohidratlar vardır ki, məsələn mannoz, qlükoz və s. bunların Fischer quruluşunu əzbərdən bilmək sualı həll etməyimizə kömək olar. Qlükozanın Fischer quruluşu bu şəkildə olur. Burada bizdən cavab sualda Çer konformasiyasını çəkməyi soruşur. Biz indi burada e, Fischer proyeksiyasından Çer konformasiyasına keçidi bilməliyik. Bu necə olur? Əvvəlcə Çer konformasiyası nədir? Çer konformasiyası altılı siklları göstərmək üçün istifadə olunur və əsasən bu şəkildə göstərilir. Və burada müəyyən əvəzedicilər olur. Aksial və ekvatorial vəziyyətlər var. Aksial vəziyyət, yəni necə yadda saxlamaq olar? Məsələn, hər hansısa bir küncü belə deyək, Y hərfinə tamamlayan xəttlər aksial və ondan təxminən 100-105 dərəcədə olan xəttlər isə ekvatorial xəttlərdir. İndi burada Fischer quruluşundan Çer konformasiyasından necə keçmək olur? Əvvəlcə gəlin biz bunu qlikozanı Çer konformasiyasında çəkək. Bunun üçün e, biz bu şəkildə çəkə bilərik. Əgər burada bizim karbohidratımız D formasındadırsa, CH2OH qrupumuz son karbonda yuxarı baxır. Amma yox, əgər L konformasiyasındadırsa aşağı baxmalıdır. Ümumiyyətcə, Çer konformasiyasında yuxarı aşağı nə deməkdir? Yəni, məsələn, əgər, məsələn, yenə dediyim kimi, aksial vəziyyətdədirsə, bu molekulun üstü kimi başa düşülür və yuxarıda, həmin qrupun yuxarıda olduğunu göstərir. Yox, əgər, məsələn, ekvatorial vəziyyətdədirsə, bu isə molekulun aşağısında olduğunu ifadə edir. Amma məsələn, bəzi nöqtələr üçün ekvatorial vəziyyət yuxarını, aksial isə aşağını göstərə bilər. İndi sual davam etsək. Aha, bizim birinci karbonda, yəni aldehid olan karbonumuz bu karbondur. Daha sonra ikinci karbonumuz, yəni bu karbon. Burada ümumiyyətcə belə bir shortcutdan istifadə etmiyorlar ki, sağda olan qruplar adətən aşağıda olur. Bunu çəkməyə çalışsaq, yəni sanki molekulu sağa doğru əydiyinizi düşünün. Onda sağda olan qruplar aşağıda, solda olan qruplar isə yuxarıda olur. Burada OH qrupu ekvatorial vəziyyətdir. Daha sonra bizim üçüncü karbonda OH yuxarıda olmalıdır.
Yenə ekvatorial vəziyyətdə OH. Daha sonra aşağıda olmalıdır. Yenə ekvatorial vəziyyətdə OH. Və sonuncu karbon onu da çəkdik aşağıda. Bundan sonra bizdə qlükoza sulu məhlulda bildiyimiz kimi altılı siklik hala keçir. Burada OH qrupu aldehidə hücum edir və bizdə hemaset əmələ gəlir. Hemaset əmələ gəldikdən sonra burada bizdə OH qrupu olmalıdır. Birinci karbonda OH qrupu olmalıdır. Bu həm yuxarıda, həm də aşağıda ola bilər. Reaksiyanın gedişindən asılıdır və biz bunu təxmin edə bilmərik. Ancaq yəni aksial vəziyyətdə olsa bu maddə, amma ekvatorial vəziyyətdə olsa isə ekvatorial OH alınmalıdır. Burada bizdən daha stabil formanı soruşur. Ümumiyyətlə, əgər aksial olsa, burada məsələn 1-3 diaksial interaksiyonlar var ki, bu da maddənin daha gərgin hava salır, belə deyək. Və biz fikir versək görərik ki, bizim maddəmizdəki bütün qruplar ekvatorial vəziyyətdədir. Və əgər bizim bu OH qrupu da ekvatorial vəziyyətdə olsa, yəni molekul arası interaksiyon belə deyək, çox aşağı olar və daha stabil forma əmələ gəlir. Buna görə bizim daha stabil formamız aşağıdakı formadır. Və həmçinin əgər burada OH ekvatorial vəziyyətdəsə bu beta izomer, aksialsa bu alfa izomer adlanır. Gəl sual davam edək. Daha sonra deyir alfa amilozanın təkrarlanan vahidin strukturunu Haworth proyeksiyasında çəkin. Alfa amiloz haqqında bizə deyib ki, alfa 1,4 glikozid rabitələri ilə bağlanmış D qlükoza vahidlərindən təşkil olunmuş bir polisaxarid olan alfa amiloza. Polisaxarid nədir? Hər hansısa bir monosaxaridin polimer halına gəlməsi, yəni su itirərək daha böyük bir molekul yaranmasına polisaxarid deyilir. Burada gəlin əvvəlcə Haworth proyeksiyası haqqında danışaq. Qlikozan əvvəlcə biz bu strukturu çəkmək üçün gərək alfa qlikozanın Haworth proyeksiyasında çəkək. Haworth proyeksiyası nədir? Haworth proyeksiyası da biz yəni karbohidratları üç formada göstərə bilərik. Haworth, Sher və Fisher formasında. Gəlin biraz onun haqqında danışaq. Haworth proyeksiyası məsələn altılı həlqələr üçün bu şəkildə göstərilir. Bu şəkildə göstərilir və burada yuxarıda aşağılanan qrupları göstərmək üçün belə xəttlərdən istifadə olunur. Amma 5 formada isə bu şəkildə göstərilir. Yəni məntiq eynidir, sadəcə şəkil çəkərkən biraz fərqli olur. İndi gəlin bunu çəkməyə çalışaq. Yəni dediyimiz kimi alfa qlikozanı, alfa D qlikoza. Yəni bunu biz gərək Haworth proyeksiyasında çəkək. Bunu necə edə bilərik? Yəni dediyimiz kimi altılı qrup olduğuna görə altılı həlqəni çəkərik. Daha sonra burada qrupları qeyd edək. Birinci karbonumuz, yəni bu karbon, gördüyünüz kimi OH aşağıdır. İkinci karbon OH aşağıdır. Üçüncü karbon OH yuxarıdır. Dörddə yəni aşağıdır. Və 5-də CH2OH qrupu yuxarıdır. Aha. Alfa qlikozanın Haworth reaksiyasını çəkdikdən sonra biz bunu polimerləşdirməliyik.
Və polimerləşdirmə üçün bizə burada deyir ki, alfa 1,4 glikozid rabitələri ilə bağlanıb. Bunu necə elə bilərik? Alfa 1,4 dediyi bizim birinci karbonumuz. Bu karbonun dördüncü karbonumuz ise bu karbon. 1, 2, 3 və 4. Alfa dediysə, yəni bizim bu birinci karbonda olan qrupun alfa stereoizomer olması demək. İndi bunu polimer şəklində necə çəkə bilərik? Digər monomer də çəkim. Daha kiçik formada seçək ki, daha aydın olsun. Burada deməli, bu iki OH qrupu su çıxardaraq burada glikozidik rabitə əmələ gəlir. Və nəticədə bunu bu şəkildə göstərirlər daha çox. Burada karbon olduğunu düşünməyin, çünki bu sadəcə göstəriş formasıdır. Və bunu əgər biz polimer şəklində çəkmək istəyiriksə, bir dəqiqə. Gərək oksigenlərdən birini mötəriz daxilinə alaq və sadəcə N yazaq. Bu da bizim alfa amilozanın Haworth proyeksiyasındakı quruluşu olur. Həmçinin burada bir şey demək yadımdan çıxdı. Bu alfa və ya beta olmasını təyin olunan karbon anomerik karbon adlanır və müəyyən bir məhlulda bu alfa və beta stereoizomer tarazlıqda müsbət 52,3 dərəcəyə qədər, yəni polyar düzləm işığı müsbət 52,3 dərəcəyə qədər çevirir. Çevirənə qədər, yəni tarazlaşır. Daha sonra ikinci sual keçək. İkinci sual deyir ki, molekül kütləsi 243 kilodalton olan bir amiloza zəncirində neçə təkrarlanan vahid olduğunu hesablayın. Aha, hesablayaq. 243 kilodalton bizim polisaxaridin kütləsidir. Bizim isə burada monosaxaridimiz bu hissədir. D qlükoza. Sadəcə mən strukturu göstərmək üçün bu belə deyək. Alfa 1,4 rabitəni göstərmək üçün belə seçmişdim. Bunun əvvəlcə gəlin molekulyar formunu təyin edək. 6 karbon, 5 oksigen və hidrogenləri saysaq 1, 3, 4, 5, 6, 7, 8, 9, 10. Və bu molekül kütləsini hesablasaq 6 vuraq 12, üstəgəl 5 vuraq 16, üstəgəl 10 bizə 162 verir. 162 qram bölək mol. Bizə maddənin kütləsini 243 kilodalton vermişdir. 243 kilodalton, yəni 243 min dalton deməkdir. Dalton sadəcə bir kütləni göstərən bir vahiddir, belə deyək. 243 mini 162-yə bölsək, biz təkrarlanan vahidlərin sayını tapa bilərik. Və bunu əgər 243 mini 162-yə bölsək, cavab 1500 edir. Yəni deməli bizim 1500 dənə monosaxaridimiz birləşib polisaxaridimə keçmişdir.
Daha sonra sual davam edək. Canlı orqanizmlərdə karbohidratların tanınmış nümunəsinin glikoza bir çox fərqli biomolekullara çevrilə bilər. Bu birləşmələrdən biri də biosintez yolu aşağıda göstərilən mioinositoldur. Mioinositol. Ayrı birləşmələrin hər biri və mioinositol üçün çevrə konformasiyalarından birini çəkin. Qeyd. F və mioinositol molekulları simetriya müstəvisinə malikdir. İndi isə gəlin bu sxemi həll edək. D qlikozanın bayaq çevrə konformasiyasını çəkmişdik. Gəlin burada yenidən çəkək. Yəni buradakı karbon fərq eləmir. Əvvəlcə görürük ki, A maddəsinin əmələ gəlməsi zamanı adenozin trifosfat adenozin difosfata çevrilmişdir. Yəni və bu kinaz enzimi altında baş verən bir reaksiyadır. Ümumiyyətlə kinaz enzimi nə edir? Daha yüksək enerjili maddələrdən fosfat qrupunu götürüb daha aşağı enerji saxlayan maddələrə çevirir və daha stabil belə deyək, fosfat saxlayan maddə əmələ gətirir. Heksakinaz olduğu üçün bu ehtimal bizdə heksa 6, yəni 6-cı karbondakı 6-cı karbona fosfat transferi mənasına gəlir. Və həmçinin burada B maddəsinə baxsaq görək ki, 6-cı karbondakı OH qrupu O fosfat qrupuna çevrilmişdir. Və işte bizim A maddəmiz CH2O fosfat olacaqdır. Daha sonra A'dan B'ye doğru müəyyən çevrilmə baş vermişdir. Sual bizlə bunu bilməyi tələb etmir. Daha sonra B'dən C'yə nad müsbət reaksiya girib və nad H üstəgəli H müsbət əmələ gəlir. Ümumiyyətlə bioloji molekullarda oksidaşma reduksiya reaksiyalarını e, ya nad müsbət, yəni bildiyimiz nikotinamid apara bilər və yaxud da ki FAD müsbət, FAD2 çevrilə bilər. Yəni bu iki çevrilmə oksidaşma reduksiyaya apara bilər. Fərqləri nədir? Nad müsbətlə NADH daha çox karbon heteroatom rabitəsini oksidləşdirib reduksiya eləyir. Yəni heteroatom nad müsbət. Nad müsbət isə belə deyək, karbon-karbon arasındakı rabitələri oksidləşdirib reduksiya edir. Məsələn, alkandan alken yarada bilər və yaxud da alkeni alkanı reduksiya edə bilər bu şəkildə. Bunu əlavə məlumat olaraq dedim. Gəlin suala baxaq. Görürük ki, burada nad müsbət bizim maddəmizin içinə H götürmüşdür. Baxa bilərik ki, burada hansı hissə oksidləşə bilər. Y maddəsinə baxa bilərik. Y-də görürük ki, bu üç qrupasında heç bir şey olmamışdır. Yəni, bu oksigen də oksidləşə bilməz. Geridə qalır sadəcə bizim 5-ci karbona birləşən OH qrupu. Gəlin onu oksidləşdirək. Onu oksidləşdirdikdən sonra bu şəkildə çəkmək olar. OH, OH. Bu bizim C maddəmiz ola bilər. Daha sonra C-dən deyə enollaşma mərhələsi baş verir. Biz də bildik ki, enollaşma alfa vəziyyətdəki karbon ilə alfa vəziyyətdəki hidrogenin belə deyək, oksigenin üzərinə çıxma prosesidir. Yəni, məsələn, burada sadəcə oksigen isə gedib H müsbət götürsə, bizdə enol formu əmələ gələ bilər. Sağdakı keto formu, soldakı enol formu adlanır. Daha sonra biz C maddəsini enollaşdırsaq, burada iki cür enollaşma baş verə bilər. Bu karbonla baş verə bilər, bir də bu karbonla.
Biz görürük ki, D-dən Y-yə sikilləşmə baş verib, cyclization və yenidən 6 bir həlqə əmələ gəlib. Ionlaşmadan sonra burada sikilləşmə baş verir və məsələn biz bu karbonu ionlaşdırsaq, yəni burada 6 həlqənin əmələ gəlməsi üçün bizim sonuncu karbonumuz, C6-mız aktiv olmalıdır, amma orada qeyri-aktiv forma əmələ gəlir. Ona görə deməli bizim 6-cı karbona doğru ionlaşma baş verir və D maddəmiz bu şəkildə olur. Aha. Bu baş verdikdən sonra burada nə baş verə bilər? Bizə görə ki, Y-də 6 həlqə əmələ gəlib. Necə baş verib bu? Böyük ehtimal burada sadəcə bildiyimiz bizim karbon qrupa hücum gedib. E, Hidrogen qayıdır və iki qatdan oksigen üzərinə hücum. Oksigen saçılır. Və burada yenidən OH qrupu əmələ gəlir. Bildiyimiz aldol reaksiyasıdır bu. Daha sonra Y maddəsi əmələ gəldikdən sonra Y-dən F-ə doğru görünür kimi NaH, H müsbət girir və bizim maddəyə 2 dənə H müsbət buraxır. Və reduksiya baş verir. Biz Y maddəsinə baxsaq, reduksiya nəticəsində görə bilərik ki, karbonin qrupumuz reduksiya olur. Amma burada bir sual yaranır. Yəni reduksiya olduqdan sonra əmələ gələcək spirt qrupu aksial vəziyyətdə olmalı, yoxsa ekvatorial? Bunu da təyin etmək üçün bizə verildiyi qeydə baxmalıyıq. Qeyddə deyir ki, F və miyoinozitol molekulları simmetriya müstəvisinə malikdir. Gəlin biz F maddəsini e, açıq quruluşunu çəkək. Yəni çer konformasiyasında deyil də, zəncirvari quruluşunu çəkək. Deməli F dedik ki, burada OH. Altılı formada çəksək sikli. Burada baxırıq ki, məsələn, burada OP-miz olsa, digər hamısında OH qrupumuz olmalıdır. Birinci karbonumuzun bu karbon olduğunu nəzərə alsaq, burada görürük ki, həmin karbon yuxarıdadır. Yəni biz bunu wedge, yəni qabağa şəklində belə çəkməliyik. Daha sonra ikinci karbonumuz aşağıdadır. Bunu isə dash formasında, yəni aşağı doğru olduğunu göstərmək üçün bu simvoldan istifadə olunur. Sonra üçüncü karbonumuz yuxarıdadır. Yeni qabağa. Dördüncü karbonumuz aşağıdadır, arxaya. Beşinci karbonu, yəni OH olan karbonu bilmirik. Amma OP-imiz qabağadır. Aha. İndi biz OH-ın belə istirə mərkəzini tapmaq üçün deyək ki, F və miyonisol molekülləri simmetriya müstəvisinə malikdir. Əgər burada OH arxaya olsa, maddəmizdə bir simmetriya görünmür. Amma əgər OH qabağa doğru olsa, artıq burada biz bu şəkildə simmetriya müstəvisini göstərə bilərik. Yəni maddənin həm sol, həm sağ tərəfi qatlandıqda eyni üst-üstə düşür. Və əgər maddənin simmetriya müstəvisi varsa, bu maddə özü axiral maddə adlanır. Əgər yoxdursa, xiral ola bilər. Orada da müəyyən istisnalar vardır. Daha sonra gəlin miyozitola baxaq. Burada sadəcə fosfat qrupunun maddədən çıxması, yəni H2O girib H-fosfat çıxartması bizə miyonozitol verir. Yəni burada sadəcə OH olur. Oy.
Bu bizim olur miyoinozitolumuz. Miyozitol. Aha. Əla. Gəl sualın davamına baxaq. Davamına deyir ki, bütün inozitol steroid strukturunu çəkin və onlardan hansının xiral olduğunu göstərin. Aha, burada stereozomer sualı var. Gəl inozitolu çəkək əvvəlcə. Necə ola bilər? Bütün izomerləri çəkmək üçün. Əvvəlcə, məsələn, bütün ağaclar hamısı qabağa baxa bilər, üstə. Burada yenə dediyimiz kimi simmetriya var deyə, yəni bəli, simmetriya müstəvisi var deyə hər istiqamətdə maddə axiral maddə olur. Daha sonra necə seçə bilərik? O ağaclardan biri arxa ola bilər, digər hansı qabağa baxa bilər. Bu halda da bəzilərimiz düşünə bilərik ki, yəni simmetriya müstəvisi yoxdur, amma burada bu istiqamətə baxdıqda, yəni dediyimiz kimi, sol və sağ tərəfin örtülməsinə baxsaq, məsələn, yəni, kitab kimi örtülməsinə baxsaq, görək ki, üst-üstə düşür və deməli, molekulun simmetriya müstəvisi mövcuddur. Ona görə bu da axiral maddə olur. Daha sonra ayrı bir stereozomer çəkməyə çalışaq. Burada nə ola bilər deyə düşünsək. Yəni, iki aşı arxa verə bilərik. Yəni, bu necə ola bilər? 1-2, yəni birinci və ikinci vəziyyətlərdə 1-3, birinci və üçüncü və daha sonra 1-4-cü vəziyyətlərdə ola bilər. Gəl hər birinə baxaq. Əvvəlcə 1-2 vəziyyətdə hamısı ikisini arxaya verək. Sonra 1-3 və 1-4. 1-2 vəziyyətinə baxsaq görək ki, burada bu istiqamətdə bir xətt çəksək, görək ki, yenə müstəvi simmetriyasına malikdir və ona görə maddəmiz axiral maddə olur. 1-3-ə baxsaq, yenə bu istiqamətdə örtülməyə baxsaq, simmetriyanın olduğunu görə bilərik. Yenə əgər maddənin belə deyək, müstəvi simmetriyası varsa, bu axiral maddə adlanır. Daha sonra 1-4 vəziyyətinə baxsaq, burada da müxtəlif cür simmetriyaları çəkmək olar. Məsələn, belə çəkmək olar, belə çəkmək olar, belə çəkmək olar. Yəni, necəsə çəkə bilərsiniz. Aha, burada belə çəkmək olmur. Çünki belə çəksək, kitab kimi örtülməyə baxsaq, əslində gərək bu ağac da arxada olsun. Amma o arxada deyil. Ona görə digər formalara baxsaq daha yaxşı olur. Yəni, əgər ən azından bir dənə müstəvi simmetriyasına malik xətt keçirə bilirsə molekulda, maddə axiral olur. Amma hələ ki 5 dənə molekul çəkmişik. Keçək digər necə ola bilər deyə düşünək. Burada üçünü arxaya verə bilərik. Gəlin onu da baxaq. O necə olar? Hı. Məsələn, əvvəlcə 3 OH-dan yan-yana 1-2-3 formasında verə bilərik. Daha sonra 2 OH yan-yana, digər isə yəni 1-2-4 formasında vermək mümkündür.
Və biraz düşünsək burada 1-3-5 formasında da o aşları belə bölmək olur. Aha, demək. 1-2-3 formaya baxsaq, burada bu şəkildə simmetri oxumuz var. Yenə axıral olur. 1-2-4 formaya baxsaq, burada görək ki, artıq biz heç cürə simmetriya oxu keçirə bilmirik molekuldan və ona görə bu molekul sadəcə bizdə axiral olunur, xiral olur və bunun enantiomeri var. Enantiomer ilə gəlin çəkək. Enantiomer isə bu şəkildə olur. Enantiomer ümumiyyətlə molekulun güzgü əksi demək. Bu maddənin güzgü əksini çəkməyə çalışsaq, bu şəkildə olacaq. Enantiomerlərin e, belə deyək, sadəcə güzgü əksi olan maddələrdir. Əgər bir maddə güzgü əksidirsə, bu yəni kimyəvi olaraq fərqlilik göstərə bilər, amma fiziki olaraq fizik xassələrində heç bir dəyişiklik baş verməz. Çünki sanki güzgü, yəni maddəni güzgüyə tutmaqla bunun fiziki xassəsinin dəyişməsi elə də məntiqli olmaz. Aha, deməli, 1-3-5 vəziyyətdə baxsaq, görək ki, burada da simmetriya müstəvisi var. Həmçinin burada simmetriya mərkəzi də var. Əgər molekulda simmetriya mərkəzi belə varsa, bu da maddənin axral olduğunu göstərir. Yəni, e, belə deyək. Yox, burada simmetriya mərkəzi yoxdur, çünki məsələn, burada simmetriya mərkəzi olsa, gərək qarşı-qarşıya olan tərəflər eyni istiqamətə baxsın. Amma burada elə şey yoxdur. Məsələn, amma bu maddəyə baxsaq, görək ki, burada simmetriya müstəvisi, simmetriya mərkəzi vardır. Yəni qarşı tərəflər bir-birinə tamamilə bərabərdir. Deməli, saysaq 9 maddə seçdik və daha çox yoxdur məncə burada. Bəziləri düşünə bilər ki, əgər belə olsaydı, yəni maddə bu şəkildə olsaydı, yeni bir forma olmurdu. Amma bu maddə bizim sadəcə bu maddəyə baxsaq görək ki, onun çevrilmiş formasıdır. Yəni heç bir dəyişiklik yox, sadəcə eyni maddələrdir. Ona görə bizim burada cəmi 9 hissəli özəmərimiz oldu. Və xiral olanı da qeyd etdik burada. Gəl sual davam edək. Deyək ki, bir çox bitki müəyyənəzol heksafosfatı fosfor saxlamanın birləşməsi kimi sintez edilir. IP6-nın biosintezi F birləşməsinin ardıcıl fosforlaşması yolu ilə baş verir. 5-ci maddə soruşur ki, bu yolla əmələ gələ bilən mioinozol difosfat izomerlərinin maksimum sayını müəyyən edin. Onların strukturlarını çəkin və hansının xiral axıra olduğunu göstərin. Görürük ki, burada F-də F maddəsi yəni bizdə sadəcə bir fosfat olan mioinozolun bir fosfat olan versiyası idi. Yəni buradan çəksək F-i OH, OH. F maddəmiz bu idi. Görək ki, 5 ədəd OH-ımız da fosforlaşsa, yəni hər biri hər mərhələdə fosforlaşır və sonunda bizdə IP6 əmələ gəlir. IP6-nın da strukturunu buradan təxmin edə bilərik. Sadəcə bütün OH-ları fosforlaşdırmamız lazımdır. Bizə deyir ki, bu yolla əmələ gələ bilən, yəni F-dən
G-yə doğru difosfatın burada yəni hər hansısa bir OH-ı gərək biz fosforlaşdıraq və onun neçə dənə əmələ gələ bilər, onun sayını müəyyən istəyir bizdən və hansılarının xiral, axiral olduğunu soruşur. Burada əvvəlcə ikinci vəziyyətdəki OH-ı, yəni bu OH-ı fosforlaşdıra bilərik. Daha sonra çəkməyə çalışaq. Və üçüncü vəziyyətdəki arxaya doğru olan OH-ı fosforlaşdıra bilərik. Daha sonra isə bir də 1-4 vəziyyətdə olan OH-ı fosforlaşdıra bilərik. OH. Görək ki, burada məsələn 1-2 vəziyyətə baxsaq, bunun yenə dediyim kimi simmetriya müstəvisi yoxdur. Yəni heç cürə buradan simmetriya keçirmək mümkün deyil. Ona görə bu maddəmiz bizim xiral olur və bunun enantiomeri də mövcuddur. İkinci maddəyə 1-3 vəziyyətə baxsaq, burada da əslində baxsaq görək ki, yəni məsələn belə keçirmək düşünə bilərsən, amma bu simmetriya müstəvisi deyil. Ona görə bu da xiral maddə olur və bunun da enantiomeri olur. Digərinə baxsaq, burada simmetriya müstəvisi mövcuddur. Ona görə bu xiral maddə olur. Axiral maddə olur. Və enantiomeri mövcud deyil. Yəni cəmi 5 stereoizomer əmələ gələ bilərmiş. Sonra keçək 6-cı bəndə. 6-da deyir ki, mionoizotol difosfatının yəni mütləq F-dən yaranması şərt deyil. Nəzərə alaraq mümkün olan maksimum izomer sayını müəyyən edin. Yenə eyni bir sual. Ekran təmizləyək. Aha. Mionoizotolun quruluşunu çəkək burada əvvəlcə. Qabağa. Aha. Biz gərək əvvəlcə yuxarıda seçdiklərimizi yenə burada seçməliyik. Çünki onlar da həmçinin bu bəndə aiddir. Yəni bu yolla əmələ gəlmə bilməsə də, yəni əmələ gələ biləcək stereoizomerlər arasındadır. Aha, OP'yi və enantiomer. Və yenə enantiomer. Və üçüncü seçdiyimiz aha 5 aha uşaqlar yaddaş doldu. Ona görə gəlin davam edək suala. Aha burada biz deməli 5 izomer seçdik. Gəlin digərlərinə baxaq nə ola bilər. Aha deməli strukturu seçsək yenə. Fosfatları nə şəkildə verə bilərik? Məsələn birini bura qoyaq. Digərini məsələn üstdəki karbona qoymuşduq. Onu da bu maddədir. Gəlin aşağıdakı karbona qoyaq. Aha, bu şəkildə belə maddə əldə edirik, amma baxsaq ki, e, bundan simmetrik yağ keçmək olurmu? Görək ki, yox, olmur. Bu şəkildə baxsaq, olmur. Ona görə bu da xiyal maddə olur və bunda enantiomeri olur. Aha.
Digərini çəkməyə çalışaq. Yenə dedik fosfatı bura qoyaq. Sonra 1-3 vəziyyətə sala bilərik. Belə də baxsaq görərik ki, yenə belə deyək, e, simmetriq keçmək mümkün deyil. Ona görə bu da xiralı maddə olur. Daha sonra bir daha çəkməyə çalışaq. 1-4 formada çəkə bilərik. Və buna baxsaq bu da xiralı maddə olur. Çünki simmetriya keçirmək mümkün deyil. Aha, əla. Yəni davam edək. Və burada bizim sadəcə çəkmədiyimiz bu hissə qaldı. Bu karbona görə üçüncü formada olan karbon. Və görək ki, burada artıq simmetriya mövcuddur. Ona görə bu axıralı maddə olur. Biz hal-hazırda saysaq 2, 4, 5, 7, 9, 11, 12 stereozomet çəkmişik. Davam edək. Əslində bizim burada biz mümkün stereozometlərin sayını tapa bilərik. Kombinazonla, kombinazon düsturundan istifadə etməklə. Kombinazon nədir? Yəni burada məsələn bizim dəyişə biləcəyi 6 ədəd karbonumuz var. Yəni hər bu 6-sından ikisində fosfat qrupu olmalıdır. Və yer dəyişmələrin də önəmi, yer dəyişməni nəzərə almalı belə deyək. Buna görə kombinazon 6-2 yazılır. Bax belə yer dəyişmə nəzərə alınsa o permütasiya olur, alınması kombinazon. Və kombinazon 6-2 necə hesablanır? Ümumiyyətlə kombinazon n-dən m, n faktorial bölək n faktorial bax n çıx n faktorialdır düstur olaraq. Burada n sinəsi 6 faktorial bölək 4 faktorial vuraq 2 faktorialdan cavab verir 15. Yəni bizim cəmi 15 stereozörməyimiz olmalıdır. Biz artıq 12-sini tapmışıq. Digər üstünlükəni tapmağa çalışaq. Aha, deməli, fosfatlı qrupu üstə qoyduq, sonra bu hissəyə də qoyduq. İndi gəlin e, aşağı qoyaq və ona uyğun hesabla baxaq. Belə qoysaq yenə 1-2 vəziyyətdə bu hissəyə qoya bilərik yeni bir izomer almaq üçün. Və bunun belə baxsaq xiral olduğunu görürük. Çünki simmetriya müstəvisi keçirmək mümkün deyil. Simmetriya olsun. Aha, bu da var. 2 də buradan gəldi və artıq bizim 14 stereozomerimiz oldu. Sonumuzu tapmalıyıq və hansı ki o axiral olmalıdır. Gəlin ona baxaq. Deməli. O da necə ola bilər? Məncə yenə dediyimiz kimi fosfatı bu hissəyə qoyduqdan sonra mesela bu karbonda olan hissəni etmişdik, burada olan da etmişdik, burada olan da etmişdik. Bunu bəyan etdik. Son olaraq iki fosfatın da arxada olduğu quruluşa baxmalıyıq. OPI və digər hissələr OH.
Və görürük ki, bəli, bu axır haldır, çünki burada simmetriya müstəvisi var və 15 hissə üzrə stajyerlərə tamamlamış oluruq. Gəlin hər ehtimala görək burada digər hissə üzrə bizim qaçdığımız varmı ya yox. Baxsaq, deməli, bu karbona qoyub yoxladıq, buna da qoyub yoxladıq, aşağıya da qoyub yoxladıq. Yəni bunlar həmçinin bu ikisinə də qoyub yoxlamaq demək ki, eyni şeylərdir. Gəlin altdakı karbona qoyaq. Yəni bura o fosfat qoysaydıq, buna 1,4 vəziyyətdə olanda baxmışdıq. Yuxarıda bu idi. Buna 1,3, yəni bu formada olana ona da baxmışdıq. O da bu idi xiral olan. 1,2 formada olana da baxdıq. Budur. Və deməli bütün maddələrə baxmışıq. Və bizim cəmi 15 stereozomerimiz olmuş olur. Hansı ki, xiralları da qeyd etdik. 6 xiral, cəmi isə 15. 1, 2, 3, 4, 5, 6 xiral. Cavabımız olur 15. Aha. Gəlin son bəndə baxaq. E, Ekran təmizləyək. Aha. Son bənddə bizə deyir ki, miyoenerjitron fosforlaşması qaydası. Əvvəlki fosforlaşmış hidroksil qrupuna nisbətən ən uzaq məsafədə yerləşən hidroksil qrupu fosforlaşır. 7-ci bənddə bizdən deyir ki, GJ və IP6 strukturlarını çəkin. Simmetriya müstəvisi olan strukturları göstərin. Biz IP6-nı bayaq çəkdik, bütün sadəcə miyoenerjitondakı bütün ağacları fosforlaşdırırıq. Gəl G-ni tapmağa çalışaq. Əvvəlcə F çəkək. F nə idi? F bu idi. Burada yəni əvvəlki fosforlaşmış hidroksil qrupuna nisbətən əvvəlki fosforlaşmış hansıdır bu? Ən uzaq məsafədə yerləşən hidroksil qrup. Bizim bu hidroksil qrupuna nisbətən ən uzaq məsafədə yerləşən, ona para vəziyyətdə yerləşən hidroksil qrupudur. Onu fosforlaşdıraq. Fosforlaşdırsaq görərik ki, simmetriya müstəvisinə malik. Simmetriya müstəvisini göstərək. Yeni bir axiral quruluşda C maddəsi əmələ gəlir. Bu bizim C maddəmiz olur. Daha sonra biz bundan yeni əvvəlki fosforlaşmış hissə yenə bu oldu. Buna ən uzaq məsafədə yerləşən qrup bizdə ya bu OH ya da bu OH ola bilər. Bunların hər ikisi əgər fosforlaşsa, hər hansı biri fosforlaşsa, görünür ki, burada qiral maddə əmələ gəlir. Ona görə, yəni sualda bizim bunlardan hansının fosforlaşdığını daha dəqiq demədiyinə görə biz hər hansı birini götürə bilərik. Məsələn, gəlin elə birini götürək. Məsələn, elə buranı fosforlaşdıraq. Aha, bu bizim olur. Baş maddəmiz. Sonra yeni əvvəlki fosforlaşmış qrup bu hissəydi. Ona ən uzaq məsafədə yerləşən, yenə para vəziyyətdə yerləşən OH qrupudur. Onu da fosforlaşdırsaq. Bu maddə əmələ gəlir. Və bunun da simmetriya müstəvisi keçirtmək olurmu deyə baxsaq, olmur. Ona görə bu da
xiral maddə olur. Və bu da bizim oldu i maddəmiz. Daha sonra i-dən j-yə yenə fosforlaşıb. Əvvəlki fosforlaşmış hissə bu qrup idi. Ona ən uzaq məsafədə yerləşən, yəni ya bu ola bilər ya da bu. Amma görünür ki, meta vəziyyətdə olan OH qrupu daha uzaqdadır. Ona görə onu belə deyək, fosforlaşdırmalıyıq. Struktur çəksək, bu bizim olur J maddəmiz. Bunun bəs simmetriya müstəvisi varmı deyə baxsaq, yox, burada da yoxdur. Ona görə bu da ixtilal olur. Daha sonra isə IP6-da hamısını, yəni sonuncu OH qrupumuz da bizim fosforlaşır və nəticədə IP6-mız əmələ gəlir. Və bu gördüyümüz kimi miyonezdə olan salisil ağacların fosforlaşmış versiyasıdır və ona görə bunun simmetriya müstəvisi mövcuddur. Ona görə də bu axiral maddə olur. Aha, deməli, sualın son bəndini də bitirdik. Suala bir ümumi baxsaq, əlavə nə deyə bilərik deyə. Dediyim kimi, burada əvvəlcə bəzi məşhur monosaxaridlərin e, glikoza, malnoza, fruktoza və s. bunların Fischer vuruluşunu əzbər bilmək bu sualları həll eləməyimizdə bizə böyük kömək göstərir. Və bunların da Çeyer konformasiyasına keçidişini göstərdik. Yəni sadəcə deyək ki, OH əgər sağdırsa bu aşağı çevrilir, solda isə yuxarıda olur. Daha sonra polimerləşməni göstərdik 1-4. Bu polimerləşmə müxtəlif cür ola bilər. Bu 1-2 ola bilər, 1-4 ola bilər və s. Və hər birində müxtəlif polisaxaridlər əmələ gəlir. Daha sonra təkrarlanan ünite vahidini hesabladıq. Sualın digər hissəsi stereokimya ilə bağlı idi. Onu da həll etdik. Düşünürəm ki, burada sualı yəni, aydın olmayan heç bir hissə qalmadı. Aha, bu sualdan bu qədər onda. Növbəti suallarda görüşərik. Sağ olun.